Deməli, biz setlərdən danışdıq. İndi yeni bir konteyner olan map'a baxacağıq. Map nə işə yarayır, nə üçün istifadə edirik, üstünlükləri nədir, metodları hansılardır və s. Sonra isə məsələlər nümunə işləyərsiniz siz. Mən tapa bilsəm siyahılarını verəcəm məsələlər, hansı məsələlərə baxın. Map ümumiyyətlə dictionary. Python'da dictionary məntiq deyən eynidir. Yəni C++-da bunu adlandırmaq mapdir. Yəni bura qarşısına da yazıram dictionary. Okay. Map ümumiyyətlə açar dəyər, yəni key value cütü ilə işləyən bir strukturdur. Map elə bir massivdir ki, indeksin biz özümüz adlandırırıq. Yəni key açarları biz veririk. Yəni map bir massivdir. Amma indekslərin bizim özümüz adlandıracağımız bir massivdir. Yəni bunu 0, 1, 2 olaraq da adlandıra bilərik. Fərqli də vektor kimi də adlandıra bilərik. Amma ən əsası odur ki, özümüz adlandıra bilirik. Klassik nümunə map üçün həmişə bunu göstərirlər. Mətndə hər sözün neçə dəfə keçdiyini saymaq. Məsəl üçün burada key olaraq sözləri qoyuruq və hər dəfə key olanda dəyəri bir vahid artırırıq. Mapin elan olunması belə olur. Map int tipi, məsəl üçün int tipi. Bu nə deməkdir? Məsələn mp. Deməli bu deməkdir ki, burada deməli bizim bir də map yaradırıq. Bunun açarı hansı tipdə olsun, dəyəri hansı tipdə olsun. Məsələn, mən açarı verirəm burada indi string. Dəyəri verirəm int, mp adlı bir map yaradıram. Okay. İndi burada nə olacaq? Bir dənə stringimiz var bizim, str'imiz. Str, bunu getLine sin str eləyirəm, yəni mətnimi daxil eləyirəm. İndi burada hər sözü saymalıyam mən. Təbii ki, while sin söz, yəni ta ki, klaviaturadan sözləri daxil eləyirəm. Sonra mapdə value'su söz olan indeksləri plus eləyirəm. Baxın, biz normalda veki verəndə, əgər vektorda i elementi varsa, veki verə bilirdik də. Yəni, ta ki, vektorda 0-cı indeksdə element varsa, veki 0 verə bilirik. Yəni, əks halda verəndə bir ünvan qaytarır bizə. Amma məsələn, map yazdıq, heç heç nə doldurmamışam. Gəldim getLine sin str elədim, sin söz elədim, klaviaturadan söz daxiləm. Artıq burada mp söz eləyəndə söz deyə bir dəyər yoxdur. Söz deyə bir asar yoxdur, mapimizdə belə bir şey yoxdur. Amma bu avtomatik özü yaradır, bu valuesunda 1 verir. Yəni, plus 0. Yəni, map özü avtomatik olaraq baxır, əgər bu açar məndə varsa, mən ona dəyər əlavə edirəm. Yox, əgər bu açar məndə yoxsa, yenisini yaradıram. Yəni, mapdə məntiq belə işləyir. Okay, maplə sözümüzü sayın tapdıq. Sonra da indi mapə ümumiyyətlə for elementi daxil olmaq setlə eyni qaydadadır. For yazırıq. Burada deməli map string int yaza bilərik belə. Map string int qoşa nöqtə iterator. Amma elə birbaşa auto yazıb. Auto iterator bərabərdir map.begin iterator deyil bərabərdir map.end və iterator plus iterator. Cout eləyəndə də burada artıq 2 dənə dəyəri olur, açar olur, bir də dəyəri olur onun. Iterator first veririk, bu bizim açarımızdır. Və iterator second veririk. Bunda bir dənə slash on qoyaq. Okay. Xardesini yaratmamışdıq. Okay. Bunu bir dənə işlədə görə bu da int.
Map nə idi? MP. Bunu while yazmayaq. While yazmayaq. Çünki while yazanda bunu run eləsək biz klaviaturanı yekunlaşdıra bilməyəcəyik. No, iterator first. Ayda iterator diye bu. Ha, okey. Baxın, iteratorda deyər, birbaşa metod kimi verilməliyik. Mən bunu yaddan çıxartmışdım. İteratorda belə veririk. İterator first. İterator second. Necə? Hə. Bu belə burada tanıyacaq bunu. Hə, second metod deyil. Ya metod kimi istifadə edirik. Məsəl üçün bir dənə string daxil edirik. Məsəl üçün test. Okey, 3 dənə söz daxil edirik. 3 dənə sözümüz var onsuz. Test, test və test. Hamısını bir saydı, amma niyə bir deyil axı? Deməli, sözü daxil elədik, map söz plus, ayda hə, bir vahid, bir dəfə artırır da. Burada n verməliyim. Bunu getline yox. Əndə burada sözləri indi saymadıq biz əslində. Yəni burada if-lə yoxlamalıyıq sözləri. Onda şeydir, söz olaraq girib plus plus eləməliydik. Yəni stringdə belə eləməliydik. Buradan deməli bu olmalıydı. Sözləri müəyyən eləməliydik. Yəni yaxşısı gəl yaxşı. Str size plus plus elədik. Deməli indi burada sözü daxil eləməyək. Yes. Ama geniş yazmıram, sadəcə hərflərə baxıram elə. MPI deməyək. STR deyək. Plus plus. Onda belə hərflərin sayını tapacaq. Bu söz. Yoxsa tapmayacaq. Nə yoxlayaq? Görək. MP STR. STR string qaytarmır, char qaytarır. Amma fərqi nə ki? Necə? Hərf artır. Yes. Hərflərin sayını tapmalıdır. Həmin bir sözdə. Char verək. Əslində string olmalı. Olar normalda. Amma niyə çar? Okey. Məsələn salam versək A2 dənə, L1 dənə, M1 dənə, S1 dənə verir. Və baxın hərflərin ardıcıllığına. A, L, M, S. Map də set kimi sıralayır indeksləri. Məsələn bura lap 1, 2, 3, 4, 5, 6 olaraq daxil eləsək sıralı verəcək onları. Yəni 5-6 yerlərin qarışıq daxil eləsək sıralı verəcək onları. Burada önemli olan yadda saxlamaq bunlardır. İterator mapdə nöqtə ilə deyil, bu işarə ilə müraciət edirik. Yəni çünki bu pair kimi yadda saxlanır hər element. Yəni pairdə necə 2 dəyər verir deyə elə.
Yəni hə, bir də yad saxlamaq lazım ki, baxın bu, məsələn bizdə heç STR deyə bir dəyər yoxdur map'in daxilində, amma onu yaradır. Yəni hər dəfə vektorda belə deyil digər konteynerlərdə. Məsələn map STRi yazılışı, əgər STR açarı yoxdursa, onu səssiz yaradır və default dəyər 0 verir. Bu sayma zamanı rahatlıqdır, amma yoxlama zamanı gizli səhv ola bilər. Yəni qalan map'in demək olar ki, setlə eynidir, qalan hər şey. Bunu bir dənə belə ataq kommentə. Yəni map'də də eyni qayda ilə gəlin metodlara baxaq. Map'in metodu MPK-dır birinci metodlara baxsaq. Çünki bu burada fərqlilik var. Dəyəri qaytarır, bir dəyəri. Açar yoxdursa yaradır. Okey, mürəkkəbliyi təbii ki, set kimidir, hologendir. Okey. Sonra map'in metodu var. mp.at k, məsəl üçün belə k yazsa, at k. Bu isə. Biz deməli map'ə belə müraciət eləsək, buradakı kimi. Bizə dəyər qaytarır. Dəyər yoxsa, açar yoxsa elə bir açar yaradır və default dəyər 0 verir. Amma at metodu ilə müraciət eləsək, bu da dəyər qaytarır, yəni bizə. Yəni kancı indeksin dəyərini qaytarır. Dəyər qaytarır. Amma açar yoxdursa error verir. Yəni bunların fərqi budur. Yəni bunun da mürəkkəbliyi elə eynidir. Sonra map'də var count, mp.count k. Baxın, biz normalda digər konteynerlərdə müraciət eləyəndə burada element olurdu, dəyər olurdu. Amma map'də açardı. Yəni k açarı varsa 1 qaytarır. Yəni bu arada açarlar unikal olmalıdır. Yəni onu yadda saxlamalısınız. Yəni hər açardan bir dənə yarada bilərsiniz sadəcə. Deməli açar varsa 1, yoxdursa 0. Mürəkkəbliyi o login. Bunun da setki multisi var. Map'in? Multimap'in nə fərqliyi var map'də? Elə şey set kimi də, məsələn set hər dəyərdən bir dənə saxlanır. Burada açardı axı. Açarlardan bir dənə saxlanır. Eyni açardan. Bəs müraciət necə olur? Necə deyəm müraciət? Yəni mən bir açara müraciət eləmək istəyirəmsə hansına müraciət eləyir? Məsəl üçün bir rəqəm var da, düzdürmü? Bir rəqəmin içində G-də saxlaya bilərsən, C++-da saxlaya bilərsən. Belə bir şey ki. Bir keyin içində. Bir keyin. Məsələn, mən indi müraciət eləmək istəyirəm 1. Məsələn, açarı 1 olan bir neçə açar yaratmışam. Dəyəri 1 olan. Yəni dəyəri deyəndə k bərabərdir 1 olan.
Yəni indi mən bir deyər açar çağırmışam. Hansını birinci ev gətirir, hansı birini edərik? Tam dəqiqdən onu Okey. Burada find, yaxşı bunun bilən metodlarına baxaq, sonra onu araşdırarıq. MP find var. Find tutaq ki, bizim daxilində verəcəyimiz elementi deyil, təbii ki, burada. Burada öcə açarı qaytarır, ya iterator qaytarır, yəni ünvan qaytarır. Ya da set kimi mp.end qaytarır. O login. Sonra erase var. Açarı silir. Yəni digərlərində dəyər veririk. Burada hər şey açar üzərindən gedir. Yəni onu yadda saxlayın mapdə. M.size-da təbii ki, burada mapdə deməli hər şey açar dəyər, pair ki. Evin mapin hər bir elementi pair kimi nəzərdə tutulur. Ona görə cüt deyirik. Yəni ona görə burada yazıram cütlərin sayı. Yəni cüt deyəndə yes, açar dəyər. Açar dəyəri nəzərdə tuturam və burada m-size o bir işləyir. Okey. Yəni başqa ən çox istifadə olunan bunlardır. Yəni demək olar ki, setdə nə varsa burada da istifadə olunur. Gəlin sizin dediyiniz multimap'a baxaq indi. Perplexity. Yaxşıdır yoxsa? Məndə Pro'dur deyə yəqin ki daha yaxşıdır. Yəni bilmirəm adi belə Pro. Yəni burada bir neçə modeli işlədir arxasında deyə daha yaxşı məlumat verə bilir. Okey, deməli multimap verilib, sintaksi eyni multiset kimidir, yəni. Burada multimap is defined as multimap custom template map. Okey, hydrofile. Custom computer functions. Custom verməlisən sən bunun daxilində. Verməyə də bilərsən, okey. Okey, custom verməyə də bilərsən. Int və string tipi elan edib. 1, 2x, 2 for 3. Yəni 1 verib, C++ verib. Bəs find. Okey, əla. Bəs mən bunu ekranı satmaq istəsəm. Okey, birdən 2 dənədir deyə find-la silib. Yəqin ki, find verməsə, birbaşa erase versə, hər ikisini siləcək burada. Həm açarı bu olan biri, həm açarı bu olan biri. Məl üçün, burada find verməsə, birbaşa erase 1 yazsaq. Bunu run edəyək bir dənə. Ay, giriş istəyir. Okey. Haradaydı? Erase eləsəm sadəcə 1 yazsam. Onda sayım verib burada. Bunu silək. Vermeyip özümüz söyleyeyim.
cout mm.account takip 1 2 bizə lazım deyil. Hər ikisini silib. Yes, multiset eyni, yəni ona görə eyni multisetdir yəni. Yəni multimap da eyni multiset kimi işləyir. Yəni multisetdə deməli deyirdik ki, elementlər unikdir. Setdə, multisetdə bir elementdən bir neçəsindən istifadə etmək olar. Biz də normalda mapdə deyirik ki, şeydir, açarlar unikdir, yəni keylər unik olmalıdır mapdə. Multimapdə isə keylər unik olmaya bilər. Yəni erase eləyəndə adi erase'nin hər ikisi silinir, iteratorla biri silinir. Müraciət eləmək üçün adi keylərə, yəni adi mapdə, yəni vektor kimi mapin keyin adını yazıb müraciət eləyirik. Mapdə isə bir şeydən bir neçəsinə var deyə iteratorla müraciət eləyir birbaşa. Yəni multimap və VS map burada cədvəli var. Yəni göstərib burada. Keylər unikdir, yes. Duplikat keylər qəbul olunur. Bəli, bunlarla akses eləmək olur burada, amma burada akses eləmək olmur birbaşa multimapdə. Yəni 100% sən iteratorla eləməlisən. Elementlər keyyə görə sort olunur hər ikisində. One value per key, yəni hər açara uyğun bir dəyər var. Burada isə bir açara uyğun, yəni bir açarın müxtəlif dəyərləri olur. Yəni açarlar çox ola bilir. When it's key maps to one value, when key maps can to... Yəni tək fərqi burada baxsaq ümumi olaraq müxtəlif açarlar, yəni eyni adda müxtəlif açarlar yarada bilirik multimapdə. Yəni burada olan hər şey də eynidir. Bir dənə erase yad saxlamalısın. Yəni multisetlə similardır və elə similar olaraq unordered set və unordered map da var. Unordered set and unordered map. Unordered'in fərqi elementlər sıralı deyil. Amma unordered mapdə demək olar ki, bütün əməliyyatlar o birlə gedir. Yəni burada login-lə gördüyün hər şey o birlə olur unordered mapdə. Həm unordered mapdə, həm unordered setdə. Yəni bu unordered mapdə unordered setin burada üstünlük, yəni ümumiyyətlə fərqlərini yazıram mən. Deməli elementlər sıralı olmur. Elementlər sıralı olmur. Yəni necə daxil eləmişik, elə də olur. Yes. Okey, elementlər sıralı olmur. Sonra deməli əməliyyatlar orta hesabla O1 mürəkkəbliyində gedir. Okey. Başqa nə var? Artıq burada məsəl üçün biz bayaqları setdə SPG'in verib ən kiçik elementi tapırdıq. Təbii ki, burası onları yazmağa ehtiyac yoxdur. Zaten sıralı olmayanda SPG'in biləcəyik ki, bizim təsadüfi olaraq daxil etdiyimiz elementdir. Yəni unordered map'ın unordered setdə bunlar var. Bu arada unordered map şeydir. Özü standart hash məsələləri olur. Unordered map'in daxilində standart hash funksiyası var. Ona görə birbaşa. Yəni hashləməni standart hash funksiyasını istifadə edib unordered map'lə avtomatik eləmək olurdu. Amma Codeforce onu müəyyən edir artıq. Hack tracking sistemi, hack sistemi var. Yəni sən məsələn birbaşa onunla yazanda keçmir. Yəni onu yadda saxlayın, Codeforce'da rast gələ bilər. İndi gələcəkdə hashləmə keçəcəyik biz. Yəni onu yadda saxlayın, şeydir. Hack sistemi var, yəni Codeforce ona aid. Bitcoin məsələn ilk məsələsində eləyəndə adi sonuna gəlirsən Codeforce-la. Amma ən yaxşısı hashingdir. Maraqlı hashing neydi? O göstərir ki, yəni unordered map'dən istifadə edilən və hashingdən istifadə edilir. Hashingi unordered map hazır özü istifadə edir. Yəni normalda bizim istifadə etdiyimiz bütün konteynerlərin arxasında şey dayanır.
tree dayanır. Yaddaşda tree şəklində saxlanılır. Amma biz bilirik yaddaş düz xəttlidir, amma onlar tree şəklində saxlanılır. Ona görə çox yaddaş istifadə edirlər. Amma unordered map fərqlidir. O hash sistemi ilə işləyir. Yəni fərqli bir strukturla işləyir ümumiyyətlə. Yəni adının map olub unordered map olmağına baxmayın. Yəni praktik olaraq ümumiyyətlə ən çox biz set və mapdən istifadə edirik. Yəni set və map. Multiset və multimap ümumiyyətlə çox az istifadə olunan şeydir. Ümumiyyətlə çox az. Set və mapdən istifadə edirik. Yəni bəzən set və maplə biz, yəni hər hansı bir setin unik xüsusiyyətinə istifadə eləməyib. Zaman limitinə düşəndə orada unordered set, unordered map gətirir. Yadda saxlayın ki, setdə olan hər şey, bütün metodda unordered setdə də var. Amma unordered setdə daha sürətli işləyir hər şey. Həmçinin mapə də aiddir bu. Yəni sən setlə yazıb, nəsə setin xüsusiyyətindən istifadə eləməyib, yəni unik olaraq unikliyindən istifadə eləməyib. Yəni uniklik nədir? Sıralanma olar. Sıralanmasını istifadə eləməyib. Setin sadəcə unikliyin lazımdırsa sənə, unordered set istifadə elə. Əgər yox sənə sıralamada vacibsə, onda sən mütləq set istifadə eləməlisən. Həmçinin mapdə də. Əgər sənə sıralama önəmli deyilsə, unordered map istifadə elə. Çünki unordered map daha sürətlidir. Yəni sənin zaman xətası almağın orada. Ümumiyyətlə unordered map istifadə edib zaman xətası almaq, yəni çox gərək elə bir bərbad gündə proqram yazasan ki, o mümkün olsun. Çünki unordered map demək olar ki, hər şey o bir gedir. Yəni bunu yapsaq nə? Sadəcə sıralama vacib olduqda set və map. Yəni digər qaydalarda unordered set və unordered map istifadə etmək. Yəni əsas sıralama yəni orada önəmlidir. Yəni əsasən sıralamaya görə olur. Gəlin onda biz belə bir şey yaradaq. Əməliyyatlar. Vektorda set və mapdə və bunların unordered versiyalarında unordered ulduz set və map necə olur? Baxın əməliyyatlar. Məsəl üçün birinci olsun search, axtarış əməliyyatı. Axtarış əməliyyatı vektorda standart olaraq oyun müddətinə, oyun zaman mürəkkəbliyində gedir. Yəni vektorda bu standart, həmçinin massivlərdə və s. Setdə axtarış bayaq dedik ki, hologendir. Setdə və mapdə axtarış hologendir. Amma bunların unordered versiyalarında o birdir. Bəzən pis case olanda, pis hal olanda o loqenə qalxa bilər, amma standart olaraq o birdir axtarış set, unordered set və mapdə. Gəldik. Əlavə etmə. Vektorda sona əlavə eləyirəmişə pushback olur deyə, o birdir. Set və mapdə sıralı, yəni yerini də müəyyən eləyir deyə əlavə eləmdə. Öncə logendir. Yəni bir axtarış eləyir, axtarış logendir, əlavə eləmək o birdir. O logen, üstünə gəl o bir, böyük olan logendir deyə logen götürür, ona görə o logen olur. Unordereddə da yenə o birdir, çünki bu da vektor kimi nizamsız olaraq bizim verdiyimiz əsasən əlavə eləyir. Axtarış əlavə etmə, silmə vektorda gedir elementi tapır. Yəni ən pis halda oyun silir. Yəni gəlib tapıb silməlidir bir də. Yəni axtarış oyundur, silmə o bir. Oyun o bir oldu oyun. Vektorda tapmaq find logen dediyi o logen olur birbaşa. Burada isə olur o bir. Yəni bunlar həmişə belə olur deyil ha. Sadəcə yaxşı hallar üçün nəzərdə tutmuşam bir çoxu. Yəni unordereddə də təbii ki pis halda logenə qalxa bilir. Yəni onun garanti deyil. Max minimum vektorda standart olaraq oyundur. Yəni standartı. Set və mapdə o birdir, çünki max və minimum həmişə əvvələ gəlib düşür. Minimum əvvələ düşür, maksimum sona düşür. O birdir. Təbii ki, nizamsızdır deyə unorderedlərdə da oyundur. Zaman mürəkkəbliyi. Maksimum, minimum, sonra
Tutaq ki, elementləri sıralı olaraq gəzmək. Sıralı olaraq elementləri gəzmək. Vektorda elementləri sıralı gəzmək üçün əvvəlcə sort eləməlisən. Sonra gəzməlisən üstündə. Sort eləmək hansı zaman mürəkkəbliyində işləyir? N log n. Elementləri gəzmək tək-tək. N log n olur. O n log n. Okey. Bu setdə necə olacaq? Setdə elementlər onsuz düz nizamlıdır, sıralıdır. Sıralı gəzmək. Heç o bir belə deyil. Nəinki o n. Setdə onsuz elementlər sıralıdır. Yəni sıralı gəzmək gir setin daxilində gəz. Find'dır, iteratorla işləyir, o birdir o da. O bir. Hə. Unordereddə sıralı gəzmək. Kim deyər unordered setmapda sıralı gəzməyin mürəkkəbliyi? Niyə? Çünki bir gəzirsən də bir-birini müraciət edirsən elementlərə. Sıralı. Unordereddə sırasız. Sıralı gəzmək. Hə, sıralı gəzmək. Birinci sorun insanın daha. Nə düşünürsən? Hə, foto. Unordered setdə sıralı gəzmək. Unordered setdə ordered gəzmək. Unordereddə. Yox, unordereddə sən necə sıralı gəzə bilərsən axı? Adı unordereddir. Ordered deyirəm. Mümkün deyil unordereddə. Sən unordereddə necə sort edirsən? Bir müraciət edir şeylərə, setin içindəki elementlərə, düzdürmü? Deyəcəm vektora, elə bir şey yoxdur. Vektora zada yığılmaq kimi şansımız yoxdur. Yox, niyə vektora yığmaq? Seti vektora yığma bilirsən nədir? Yəni sən proqramlaşmada ən sadəsi eləyə biləcəyin bir şey deyən seti vektora yığmaq. Yəni mümkün deyil ümumiyyətlə. Unordereddə sıralı gəzmək mümkün deyil ümumiyyətlə. Yəni adamın adı unordereddə onsuz. Yəni onun içində niyə sıralı gəzəsən? Yəni bu normal olaraq mümkün deyil. Yəni unordered nədəsə sıralı gəzmək mümkün. Gəzmək okey, zaten gəzərsən elementləri, amma sıralı gəzmək mümkün deyil. Yəni bunu da saxlayın. Yəni bu hətta o bir yox, bunun belə şeydir. Free. Yəni belə free belə yaza bilərik yəni bunu. Yəni bizə özü onsuz yəni bunun üçün nəzərdə tutulub bu konteyner. Yəni bu konteynerin işi budur yəni. İndeksə müraciət. İndeksə müraciət massivdə o birdir. Çünki indeksin yerini verib müraciət edirik birbaşa. Set mapdə indeksə dedik ki, iteratorla işləyir. Yəni indeksə müraciət olmur. İndeksə müraciət eləmək olmur. Yəni sadəcə iteratorla işləyir. Həmçinin unorderedlərdə də eyni qaydadadır. İndeksə müraciət eləmək olmur. Başqa nə qaldı? Clear eləmək hamısında o yeni işləyir onsuz, yəni. Clear eynidir. Bir də yaddaş məsələsi var, ən önəmlisi budur, yaddaş. Yaddaş, vektorun yaddaş tutumu ümumiyyətlə azdır, yəni, çox az. Az yazaq, yaxşı. Set və map, setin yaddaş tutumu çoxdur, yəni. Çoxdan da çoxdur, yəni, dəhşət çoxdur. Bilirsiniz niyə? Çünki hər element üçün göstərici olur pointer. Ona görə də yaddaş tutumu əməlli gedir. Yəni setin yaddaş tutumu ümumiyyətlə çoxdur. Hə, unorderedlərdə ortadır biraz. Unorderedlərdə ortadır. Az, çox, orta. Başqa nə var? Heç bir şey. Hə, bu arada vektoru sort eləyib, üstündə binary search eləyib, element tapmaq. Setdə element tapmaqdan daha sərfiyyatlıdır. Binary search eləyib.
Əgər sizdə spesifik olaraq bir silmə, nə bilim bir dəyişmə və s. bunlar istənilmirsə, yəni əslində silmə əməliyyatı olur, istənilmirsə, yəni mümkün qədər vektor, soft binary sözü istifadə etmək lazımdır. Çünki set zamanda nə qədər də önəm verirsə, yaddaşda çox itirir. Yəni ona görə yaddaşda itirəndə də bizə sərf edə bilmir bəzən. Vektor ümumiyyətlə çox sürətlidir. Yəni belə zaman mürəkkəblikləri fərqinə baxsaq görürük, o yenidir çox şey. Amma zaten baxın, vektorda götürdüm, sort elədim və axtarış elədim. Axtarış nədir? O yenidir. Sort eləmək nədir? En log n-dir. Binary search eləsəm log n. N. Setdə nədir? Axtarış log n diyorsa, yaddaşı sıralama freedir. Log n. Yaddaş nə saxladı? Daha çox saxladı. Yəni log n ilə n arasında çox da fərq olmuyor olsun, yəni çox var fərq. Arasında düzdürsən, sadəcə belə bir şey var da, məsələn eləyən ki, sürətdə eləyəsən haqqda düzdürmü? Orada bir var ki, bir algoritm yazırsan bu qədər ayrı yerdə, yəni binary search, bir var ki, test setdən istifadə etsən. O artıq sənin inputdakı yaddaş tutumundan asılıdır. Əgər yaddaş sənə kifayət qədərdirsə, okey, set işlət getsin. Amma sən set yazını yaddaş xətasına düşürsən, setin üstündə nəsə dəyişmək məntiqsizdir. Həmin dəqiqə vektor soft binary search keçməlisən avtomatik. Yəni ona görə deyirəm. Yəni ona görə ən rahatı, yəni onu yazıb, yoxlayıb, səhvalayıb, bir də yenidən dəyişməkdənsə, baxırsan görürsən ki, sadəcə soft və binary search-lə həll olunan məsələdirsə, avtomatik vektor yazısı keçsin. Əgər yox, sən silmə və s. belə nəysə də setə xas olan nəsə xüsusiyyət eləyəcəksənsə üzərində. Onda artıq sən məcbursan ki, set istifadə edirsən. Bunları da müqayisəli yazdıqsa, başqa heç bir şey. Burada bəzi xüsusi şeylər var idi. Məsələn, mapdə nöqtə istifadə eləmirik. Düz xət və kiçikdir, böyüdür işarəsinə istifadə edirik. Yəni o idi. Erase multilər də raise hər iki elementi silir birbaşa. Bu arada setlə multisetin bütün əməliyyatları eynidir. Ona görə birbaşa set map yazdım bura. Yəni bu multilərinə də aiddir bunlar. Unorderedlər fərqlidir, okey. Setin ümumiyyətlə bunların elementinə müraciət eləmək olmur. Setin elementlərini dəyişmək olmur. Məsələn, set yazıb sonra deyəsən ki, mən bu elementi dəyişim, başqasına əvəz edeyim, o mümkün deyil ümumiyyətlə. Çünki set element tanımır, set iterator tanıyır. Yəni ona görə də üstündə elementin üzərində bir əməliyyat icra eləmək mümkün deyil setdə. Müraciət eləmək mümkün deyil setdə. Başqa bir şey yoxdur burada. Başqa bir şey yoxdur. Heç bir şey. Bunlar bu qədər. Mən bunları göndərəcəm. Baxarsınız. Yəni bunları onsuz axtarsanız hər yerdə var. Amma yenə də mən şəkillərini çəkib göndərəcəm sizə. Heç nə, gəlin XS-də bir dənə yadımda qalan məsələ var. Distinct numbers məsələsi olmalıdır. Orada onu yazmışdıq deyəsən, amma biz onun əsl həlli distinct numbers onu. Yazmamışıq, yox, keçən dəfə qalıb. Distinct numbers. Bu məsələni keçən dəfə yazmadıq. Çünki set bilmirdik. Map bilmirdik. Bu dəfə yazacağıq amma, çünki artıq bunları bilirik biz. Baxdıq, işləyə bilirik bunlarla. İndi deməli biz burada məsələnin n-dən ədəd verilir, istəyən fərqli ədəd olduğunu tapmaq lazımdır. Yəni standart set məsələsi. N-dən ədəd verilir, istəyən fərqli olduğunu tapmaq lazımdır. Ədədləri yığdın, setə doldurdun. Bax birinci vektora yığmırsan. While'ın içində, for'un içində input eləyirsən, setə insert eləyirsən. Sonra setin sayəsini çıxartırsan ekrana, olur cavab. Oyun. Oyun niyə? Çünki for'dan yığmaq hər dəfə əlavə eləmək oyun diyorsun, hə? Set element əlavə eləmək oyundur. Sən hər dəfə logendir. Logen. Sən hər dəfə n element əlavə eləyəndə olur n logen. Görsən setə n-dən element əlavə eləyirsən.
Normaldır. Unordered set installed. So Əla. Qəşəng. Sən yaz. Təbii ki, onu orada reset istifadə edirəm. Nəyimə lazım mənim sağlam? Mənə say lazım. Unikal olsun, say lazım. Onu orada reset istifadə edirəm. Əla. Sıralama lazım deyil. Sən 1000 dəqiqə tulluyuruq seti qırağa. Əşya, mən burada məsələlərin nömrəsini yazıram 3 dənə. Siz bunları işləyin, mən bir dənə 5 dəqiqə gəlib gəlim. Qısasda distinct distinct numbers. Yəni zaman limiti böyük ehtimal lazımdır, amma unordered. Sorted vector. Yəni də zaten daha sürətli işləyir. Sadəcə set nə yazmalıyıq? Çünki set keçsək. Codaforce-da 4C məsələsi. Registration Systems. Sonra Codaforce-da 501B məsələsi. Yolimdə 1679. Bunlardan baxın hansını işləmişsə okey, işləmədiklərinizi əldə eləyin. Sonra da heç bir şey belə. Ne registration sistemi? Stingi mətnən? Hə, şey var, demək bu. Mətnən ama niyə mətnə yıxasan bir daha artıq? Elə bir ki, mətnə T-lərdə plus elədim. Sonra formla bir gedəndə elə bir ki, T-lərə bir baxanda say plus edib, self say. Hə, okey. Hə, bir dənə də mət kimi. Yox, 2 dənə mət yox, elə bir diğer mət yaradıb, bir dənə əlavə say götürüb, sayını məsələsi. Hə, okey. Anlar da reset. Counter istifadə eləmək biraz öyrəşməmişəm. Hə, var. Okey, onda Codaforce-da 4C, Codaforce-da 501, bir də yanıqda 1679. Bunlara baxın.
işləriz, hansı işləriz? Birinci kursa işlemiştim. Bunu tək işləriz, yoxsa 4-cü işləriz? Projelerimi. Mətnəyə bağlı məsələymiş böyük ehtimala. Yəni registration isə mətn. Qoruma olaraq. Okay.